Hörmətli tərəfdaşlar, Excel faylı ilə məhsullarınızı necə kütləvi olaraq yükləyə bilərsiniz? WhatsApp-la müraciət etdikdən sonra kabinetə daxil olduqda bu səhifəni görəcəksiniz. Gördüyünüz kimi burada təlimat, məhsulların yüklənməsi, şəkil linklərinin yaradılması bölmələri var. Təlimata daxil olduqda sual-cavab hissəsindən bütün məlumatları əldə edə bilərsiniz. Bir qədər aşağı getdikdə Excel faylı necə yaratmaq lazımdır? Bu haqda ətraflı məlumat var. Sahələr necə doldurulmalıdır? Düzgün olaraq ki, məhsullarınız yoxlanışı keçsin. Gəlin yoxlayaq. Mütləq şəkildə ilk olaraq Excel formanız hazır olsa belə ilk olaraq bu səhifədə yerləşdirilən Excel formasını yükləməyiniz lazımdır. Həmin formanı açıb qaydalara uyğun doldurmalısınız. Kateqoriyalar buradan seçilir. Deyək ki, məhsulun adını yazdıqda təlimatda qeyd olunan sxemə diqqət yetirin. Məhsulun növü, brend, model, kolleksiya, xüsusiyyətlər. Məhsulun növü bu nədir? Dekorativ yastıq, brend Softex, Premium Velvet model və kolleksiyasıdır və həmin məhsulu sata biləcək 1 və ya 2 xüsusiyyəti qeyd edirik. Brendin adını qeyd etdik. Bu sahələrdən biri mütləq şəkildə doldurulmalıdır. Barkod varsa barkod, barkod yoxdursa, məhsulun istehsalçı kodu varsa, MPN sahəsinə daxil edilir. Əgər MPN heç bir barkod kod yoxdursa, o zaman yenə də təlimat bölməsində MPN olmadıqda nə edə bilərsiniz? Ətraflı oxuya bilərsiniz. Məhsulun təsviri. Məhsulun təsvirini ətraflı yazmalısınız. Məhsulun təsviri necə yazılmalıdır? Bu haqda təlimata tanış olun. Məhsulun təsviri məhsulunuzun satışına kömək edir. Ona görə məhsulun təsvirini mütləq şəkildə ətraflı olaraq qeyd edin. Məhsulun təsvirini yerləşdirdik. Məhsulun linki boş qoya bilərsiniz, amma vacib məhsul şəkillərinin linkləridir. Bunu mütləq yerləşdirilməlisiniz. Məhsul şəkillərinin linklərinin yaradılmasını açılan səhifədən həyata keçirə bilərsiniz. Şəkili bir və ya bir neçə şəkil əlavə edə bilərsiniz. Əgər bir neçə şəkil əlavə edirsinizsə, çox asan şəkildə bütün linkləri kopyalaya bilərsiniz. Bütün linkləri kopyalamaq düyməsini sıxdıqdan sonra Excel faylda yerləşdirirsiniz. Artıq burada bir şəkil deyil, bir neçə şəkil əlavə olundu. Və məhsulların yüklənməsi səhifəsinə keçid alıb Excel faylı əlavə edin. Seçirsiniz. Məhsullarınızı Excel şablon vasitəsilə yüklədikdən sonra fayl yükləmə tarixçəsi bölməsindən nəticəni izləyə bilərsiniz. Burada bir neçə statuslar görə bilərsiniz. Tamamlandı yazılırsa, alt hissədə məhsulların ümumi sayını göstərir. Məsələn, yüklənmiş ümumi məhsul sayı 141, yəni Excel faylda nə qədər məhsul olub. Hansı nə qədər yüklənib? Yüklənmiş 1, yüklənməmiş 140. Və burada 3 nöqtədən yüklənmiş məhsulların hesabatını yükləyə bilərsiniz. Və yüklənməmiş məhsulların hesabatını ayrıca yükləyə bilərsiniz. Daha sonra faylı ilk əlavə etdikdə işlənir statusunda olacaq. Yəni, hal-hazırda Excel şablon prosesdədir və işlənir. Nəticə olaraq tamamlandı
və ya xəta statuslarını görə bilərsiniz. Xəta statusu olduqda heç bir məhsul keçməyibsə siyahınızdan, o zaman xəta statusu görəcəksiniz və burada da siyahını yükləyib şərhlərə baxa bilərsiniz ki, məhsullarınız niyə yoxlanışı keçməyib. Digər xəta statusu da görə bilərsiniz ki, hansının üzərində sual işarəsi var. Sual işarəsi olduqda bu o deməkdir ki, texniki xəta baş verir və faylı yenidən yükləmək lazımdır. Burada ID üzrə axtarış edə bilərsiniz. Məsələn, yüklənmə ID-si, bunun üzərindən axtarış edə bilərsiniz. Faylı yüklədikdə görürsünüz ki, deyək ki, 22 nömrə verildi ona. Bununla axtara bilərsiniz. Tarixə görə axtarış edə bilərsiniz. Məsələn, bugün yükləmisinizsə, bugünün tarixini, dünən yükləmisinizsə, dünənin tarixini seçib, axtar verdikdə dünən yüklədiyiniz məhsulları göstərəcəkdir. Və ya statuslar üzrə axtarış edə bilərsiniz. İşlənir, hansı fayllarınız işlənir statusundadır. Tarixlə bərabər, məsələn, axtardı hal-hazırda. Buradan təmizləyə bilirsiniz. İşlənir statusunu göstərir, tamamlandı statusunu axtara bilərsiniz, yalnız tamamlandı statusunu göstərir və xəta statusunu da, məsəl üçün, statusla axtara bilərsiniz.